Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. İndi hal-hazırda Şəki Xan Sarayındayıq. Şəki muzeyini gəzdik, dolduq. İndi hal-hazırda xanımların yanındayıq. Nəhələ xanımdır, Rəsmiyə xanımdır, Məşədə xanımdır, uşaqlarımızdır. Niyə belə qanınız qaradır? Deyəmişsiniz onu ki, gülün, sevinin. Həm bu gün bir bayramımızdır. Həm də ki, Allah sizə lütf eləyib. Bakıdan çıxanda yağışla çıxdınız. Hələ fikirləşirdiniz ki, yağışa düşəcək, soğuğa düşəcək. Amma gəldi, şükür Allaha. Allahın gözəl bir təbiətin qoynunda, canlı təbiətdir. Ən gözəl, ən böyük rəssam, ən gözəl rəssam kimdir? Allah Taaladır. Görürsünüz, nə qəşəng bir gözəllikdir doğrudan da. Ona görə də Allahın böyüklüyünə təkbir demək gözəl olar. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve ecci fərəcəm. Çox şükür Allaha ki gəldik, çıxdıq Allahın köməkliyi ilə. İnşallah indi xatirə olaraq bir şəkil çəkdirəcəyik, sizinlə qalacaq. Elhamdülillah Rabbil alemin.